Salam müəllimlər, salam yoldaşlar. Deməli, bu köhnə topludur. Köhnə dediyimiz, yəni 2023-cü ildə güya dəyişilmiş adı ilə çıxan. Amma dəyişilməsə belə, istənilən halda bu yaxşı idi. Baxın, burada mövzular bölünüb. Morfoloji xüsusiyyəti, semantik xüsusiyyəti, halları, artikel, pronoun, pronounun belə növləri, sifət, zərf ayrı-ayrı, hərəsinin özündə ayrı mix testlər görürsünüz. Sonra quantifiers ayrı bir mövzu, so, do, I, neither do I, negative sentences, inkar cümlələri ayrı. Belə. İndi bu mövzular yenidən belə bir nə düşünüb bu ideyaya gəliblərsə, isim ümumiləşdirilib. Yəni, ismi bütövlükdə öyrənməlisən ki, bu mövzunu yazasan. Article, yenə deyək, article'da qalsın. Pronoun ümumiləşdirilib, ümumi şəkildə yazılıb. Adjective, adverbs bir mövzu kimi verilib və heç birindən də sonra mix testlər yoxdur. Общий bu 4 mövzudan sonra bu mix testlər gəlib. İçində deməli isim, article, pronouns, so, do, I tipli cümlələr, inkar cümlələri verilib ki, inkar cümlələrindən burada ümumiyyətlə testi yoxdur. Burada inkar sözlər, interrogative words var, başqa heç. Bu mövzu o deyil. Yəni, bunu belə ümumiləşdirmək. İndi şagird bu mövzunu yazmaq istəyirsə, mix testləri. Müəllim deməli, bunu da ona başa salmalıdır və burada heç bir test yoxdur onun işləməsi üçün. Əlavədən test işlətməlisən bu mövzu ki, şagird bu testi, mix testi yaza bilsin. Yəni, uzun sözün qısası, bu bir yenilik deyildi bu kitabda. Yaxşı hal deyildi. Bu daha yaxşı idi. Nəinki o. Burada daha məqsədə uyğundur. Yəni, şagirdin öyrənməsi üçün sifəti başa salırsan, tamam öyrənir. Sonra adverb, sonra mix testlər. Amma burada sifət zərf bir mövzu kimi verilib və qarışıqdır. Dediyim kimi, bu mövzularında testlərim yoxdur. Yəni, bu mövzunun içinə qatırsansa, demək onda burada sən verməliydin, sonra mix verməliydin. Onsuz da mix testləri bu mövzulardan hərəsinə addelini yox, ayrı-ayrı, ümumi şəkildə bir dəfə vermirsən. İndi bu mövzularda yəqin ki, nəsə aləm bəlkə də dəyib bir-birinə. Amma burada bu belə yaxşı deyildi. İndi belə çıxır ki, bir müəllim şagirdə bunu eləmək üçün addelini testlərdən istifadə etməlidir ki, negative sentences, so, do, I tipli cümlələri də bacarsın, bilsin, güya öyrəndi kimi oturub